Stepan Razin Abşerondakı bu adada məskən salıb ətraf bölgələrə basqın edirmiş. Sovet dövründə Bakının şərq səmtindən hava müdafiəsi buradan təşkil edilirdi. İdə ətirli ada Çilov. Abşeron arxipelagının ən böyük ikinci adası olan Çilovun sahəsi Vatikandan 25 dəfə böyükdür. Adanın uzunluğu 4,5, eni isə 3,3 kilometrdir. Ən hündür yeri 8 metr təşkil edir. Adanın cənub-qərbində Cənub dili burnu, şimal-qərbində isə Urnos yarımadası yerləşir. Qədim adı Şahilan olan Çilov adası Çilov Şahilan kimi də adlandırılırdı. Buranın qədim adlarından Renus farslara, Jiloy deyimi isə ruslara məxsusdur. Renus sözünün mənası sehirli daş deməkdir. Əfsanədə deyilir ki, kim bu daşdan üzük taxsa, ömrü boyu xoşbəxt olacaq. Don Kazakı Stepan Razin bir müddət bu adada məskunlaşıb. Ətraf bölgələrə quldur basqınları təşkil edilmiş. Rus hidroqrafı Soymonov 1763-cü ildə ada haqqında yazır. Körfəzin sonunda Jiloy adası var. Orada yaşayış əlaməti yoxdur. Buna baxmayaraq Stepan Razin buraya yerləşib. İçməli suyun yoxluğu və torpağın məhsuldar olmaması səbəbilə əvvəllər yaşayış məskəni kimi istifadə edilməyib. Adada 20-ci əsrin əvvəllərinə kimi Rusiyadan sürgün olunanlar yaşayıb. Onlar burada balıqçılıq və suiti ovu ilə məşğul olurdular. Təcrübəli balıqçılar sualtı qayalıqlarla adaya gedib gələ bilirdilər. Bugün həmin qayalıqları adaya helikopterlə gedərkən görmək mümkündür. Neft daşlarının kəşfi zamanı ada geoloq və alimlərin qərargahı olub. İkinci Dünya müharibəsindən sonra geoloqlar axtarış kəşfiyyat işlərini genişləndirərək Çilov neft yatağını kəşf edirlər. Adada geniş miqyaslı hasilat işləri 1952-ci ilə təsadüf edir. Neft yatağı aşkar ediləndən sonra adada əhalinin sayı artır. 1950-ci illərdə adada hava hücumundan müdafiə hərbi hissəsi yerləşirdi. Burada Bakının şərq səmtindən mümkün hava hücumundan müdafiəsi təşkil olunurdu. Bu məqsədlə adaya S-75 zenit raket kompleksi yerləşdirilmişdi. SSR süqut etdikdən sonra Rus qoşunları 1992-ci ildə adadan çıxarılır. Çilov adası Qarabağ döyüşlərində şəhidlər verib. Onlardan biri Rasim İbrahimov isə milli qəhrəmandır. Adada tarixi 1800-cü illərə gedib çıxan mayak var. Çilov adası yeni qəsəbə və köhnə qəsəbə olmaqla iki hissəyə bölünür. Ölkənin ən təmiz çimərliyi də Çilov adasında yerləşir. Adaya getmək üçün icazə almaq lazımdır. Həm gəmi, həm də helikopterlə adaya getmək mümkündür. Hər ikisi pulsuzdur. Adada ictimai nəqliyyat da pulsuzdur. Çilovda Rus qəbirstanlığı var. Orada çox köhnə məzarlara da rast gəlmək olur. Çilov adasına İdə ətirli ada da deyilir. Çünki adada çoxlu İdə, eləcə də yasəmən ağacları var. Əhali əsasən adanın şərqində məskunlaşıb. Hazırda adada 1000-ə yaxın insan yaşayır. Çilov adasında 131 sayılı məktəb, 50 yerlik uşaq bağçası, insanların əylənməsi üçün kiçik meydança, tibbi stasionar məntəqə var. Ada sakinləri təkcə balıqçılıq və neft çıxarma ilə deyil, həm də təsərrüfatla məşğul olur.
İçməli suya olan tələbat dəniz suyunun saflaşdırılması ilə ödənilir. Adanın elektriklə təchizatı neft daşlarındakı elektrik stansiyasından sualtı kabellər vasitəsilə həyata keçirilir. Pirallahı rayonunun Çilov qəsəbəsində 2015-ci ilin dekabrın 4-də Günəşli yatağındakı 10 və neft daşlarındakı 501 nömrəli dəniz özlüyündə baş vermiş bədbəxt hadisə zamanı həlak olmuş neftçilərin xatirəsinə abidə ucaldılıb.